Əvəz edən mezobotoks dediyimiz tərkibində qırışları açan, qırış əleyhinə preparatlar vardır. Sadəcə bunlar botoks kimi bir seansa o nəticəni əsla verməz. Botoksa yəni eləyirik, 14 gün sonra xəstə gəlib cüzi toxunuş eləyir, qırışlar yoxdur. 10 yaş cavanlaşır. Bəli, 10 yaş həqiqətən cavanlaşır, alın açıq olur, parlaq olur. Çox gözəldir. Mən özüm də çox sevərək tətbiq edirəm. Özümə də artıq 5-6 il tətbiq edirəm. Sadəcə olaraq botoksuz olan 3 seansa. Botoksu tam deməzdim, amma 70-80% nəticəni əldə edə bilirik. Amma 3 seansa, bəzən isə dolğu ilə o qırışların doldurulması, o da çox vaxt tələb edir. Biraz da dolğunun miqdarına görə, yəni maddi cəhətdən də artıq xərc olur. Belə pasientlərimiz də var ki, botoks istəmirik. Amma inanın ki, yəni ona görə hər zaman mən pasientlərə düzgün məlumat verməyə çalışıram ki, botoksun siz, yəni bu tibbin digər sahələrində də zaten miqren ağrılarında, enuresidik qaçırmalarında, onurğa problemlərində, tiklərdə, nevroloji tiklər olur, gözü xəstə sanki belə göz atır tez-tez. Bunlarda belə tətbiq olunan bir preparatdır. Ona görə botoksdan qorxmayın. Sadəcə düzgün mütəxəssisə müraciət etsərsəniz, botoks çox bəli, daha yaxşılar və heç bir fəsadsız bir seansa qırışların açılmağı mən deyərdim ki, həm maddi cəhətdən, həm mənəvi cəhətdən xəstəyə daha rahatdır.